Salam değerli şagirdlər və 6-cı siniflər. Bugün biz monitoring imtahanında riyaziyyat fənnindən istifadə edilmiş olan sual nümunələrinin izahına birlikdə baxacağıq. Baxaq. 55-ci sual nümunəsi məhz aiddir çoxluq mövzusuna. Belə ki, 50 nəfər şagird oxuyur 6-cı sinifdə, 22 nəfər robot texnika, 26 isə idman klubu ilə məşğul olur və 8 isə hər ikisinə üzv olarsa, heç bir kluba üzv olmayan şagirdlərin ümumi sayının neçə faiza təşkil etdiyini soruşur. Belə ki, bu çoxluqlar mövzusuna aid olan sualdır. İlk öncə biz 22 ilə 26-ını toplayırıq. Daha qısa variantı mən sizlərə bölüşəcəm. Və nəticə eləyəcək 48. 8 nəfər isə bu klublardan hər ikisinə üzvdürsə, hər ikisinə məşğul olanların sayını biz çıxırıq. Tapdığımız ədəddən 8-ə çıxdıqda nəticə eləyəcək 40. Və ümumi 6-cı sinifdə 50 nəfər şagird olduğuna görə mən 40, yəni hər ikisi ilə məşğul olanların toplam sayını çıxıram, nəticə qalacaq 10. Deməli 10 nəfər şagird heç birinə üzv deyil. Deyir ki, bu 10 şagird bütövlükdə şagirdlərin sayı neçə faizdir? Əgər heç biri ilə məşğul olmayanların sayı 10 olarsa, ümumi 50 olarsa, faizi soruşursa biz bu nisbəti 100%-a vurmalıyıq. Və nəticəmiz olacaq ixtisardan sonra 20%. Birinci sualda cavabımız olacaq C variantı. Baxaq ikinci suala. Turan elində çubuqlardan 3 bucaq düzəltməyi düşünür və həmin 3 bucağın 2 tərəfi 5 sm və 7 sm olarsa, 3-cü tərəfin uzunluğu aşağıdakılardan hansı ola bilər? Bu da 3 bucaq bərabərsiyinə aid olan bir sual nümunəsidir. 3 bucaqda bir tərəfin uzunluğu böyükdür digər iki tərəfin fərqinin modulundan. Digər iki tərəfin fərqi bizə verəcək 2-ni. Və kiçikdir digər iki tərəfin cəmindən, yəni 7/5-dən. Nəticə eləyəcək 12. Yəni axtardığımız ədəd 2-dən böyük, 12-dən kiçik olmalıdır və cavab variantlarına baxırıq ki, bizim şərtimizi ödəyən bir ədədimiz var, o da 8-dir. Yəni cavab B variantı. İsə nəzər salaq 57-ci suala. Samir hər aya bərabər bölünmək şərti ilə qiyməti 273 manat olan paltonu 6 aylıq, qiyməti 98,8 manat olan şalvarı isə 4 aylıq faizsiz hissə ödənişi aldı. Hər iki məhsul üçün ödənişin eyni anda başladığını nəzərə alsaq, Samir aldığı əşyalar üçün birinci ay nə qədər pul ödəməlidir? Deməli, əgər bu şəxsiyyət 273 manatı 6 aya bərabər məbləğ olmaqla bölürsə, nəticəmiz eləyəcək 45,5. Bunun aylıq ödənişi 45,5-dir. Və digəri nədir? Şalvar. Şalvar üçün isə deməli 98,8-i 4 aylıq faizsiz hissələrə bölüb. Və bunun nəticəsi olacaq 24,7. Və deyir ki, eyni anda ödəniş etməyə başlayıblar. Birinci ay üçün nə qədər pul ödəməlidir? Bu adam birinci ayda həm şalvar alır, həm də ki, palto alır. Deməli, bunların toplamı, ən birinci ay bu toplamda nə qədər pul ödəməlidir? Bunu tapmaq üçün biz tapdığımız ədədləri toplamalıyıq. Cavab olacaq 70,2. Yəni, C variantı çox asan sual idi bu da. 58-ci sual. 4, 5, 1, 7 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə yazıla bilən 5-dən kiçik ən böyük onluq kəsiri onda billərə qədər yuvarlaqlaşdırın. Deməli, biz 5-dən kiçik bir ədəd axtarırıq və bu onluq kəsir ən böyük olmalıdır. 5-dən kiçikdirsə, deməli, biz bunu 4 tam hissəsini ilk növbədə yazırıq. Və əlimizdə qalır 5, 1, 7. Və bizdən 5-dən kiçik olan ən böyük onluq kəsir istədiyinə görə biz ədədi yazırıq 4 tam 1000-də 715. Daha doğrusu 751. 751. Və bu ədədi onluq kəsiri onda 1-ə qədər yuvarlaqlaşdırmamızı istəyir. Əgər bizdən onda 1-ə qədər yuvarlaqlaşdırmamızı istəyirsə, baxın 7-nin altından xətt çəkirik. Çünki bu onda bir mərtəbə vaidini göstərir. 7-nin sağındakı ədəd 5 və 5-dən yuxarı olduğuna görə ədədimiz olacaq 4,8. Digərləri isə artıq sıfırlanır. Bu sıfırları yazmanın əhəmiyyəti də yoxdur. 4,8 olaraq cavabı saxlaya bilərsiniz. Baxaq növbəti sualımıza. 59-cu sual. Nə deyir bizə? Riyaziyyat layihəsi üçün bir ədəd radiusu 8 desimetr olan dairəvi karton hazırlanıb, bir üzü rənglənməlidir. Deməli, radius 8-dir. Qeydiyyatımızı aparaq. Radius bərabər 8-ə. Dairəvi karton hazırlanır və bir üzü rənglənməlidir. Deməli, və pinin də, yaxşı ki, burada pini də qeyd edib, və bir balaca qab boya ilə 3,5 desimetr kvadratı sahəni bir qat rəngləmək mümkündür. Qrup işi olaraq uşaqlar kartonun kənarlarına lent çəkəcəklər və bunun üçün onlara ən az neçə desimetr lent lazım olacaq. Deməli, biz burada düşünməliyik ki, əgər bu dairəvi şəkildə karton hazırlayırsa, deməli, biz işləməliyik bu düsturla. C bərabərdir 2πr. Gəlin çevrəsinin uzunluğunu tapaq. 2 vurulsun, pini 3 qəbul edin deyir. Radiusumuz 8-ə bərabərdir. Nəticə olacaq 48 desimetr. 48 desimetr. Bu bizə lazım olacaq lentdir. Yəni, ətrafı boyunca buna lent sarılacaqsa əgər, deməli, biz çevrənin uzunluğunu tapmalıyıq. Uzunluq boyunca lent bağlanır buna. 60-cı suala baxırıq.
Həmin eyni sual nümunəsinə aiddir. Kartonun bir üzünün bir qat rənglənməsinə 50 qab boya bəs edərmi? Əgər biz bir divarı, qutunu, qabı boyayırıqsa, bu zaman onun sahəsi ilə işləyirik. Deməli, biz bilməliyik ki, dairəvi formada olan bir karton hazırlanırsa, onun sahə düsturu da dairənin sahə düsturu olacaq. Təbii ki, S bərabərdir pi kvadratı. Və pi-nin qiymətini 3 verib bizə. Radiusumuz 8-dir. 8-in kvadratı olacaq 64. Bəli, 3 vursun 64 eləcək 192 desimetrin kvadratı. Bu bizim sahəmizdir. Dairəmizin sahəsidir. Şərtdə soruşur ki, 50 qab boya bizə bəs edərmi? 1 qab boya ilə 3,5 sahə desimetr kvadrata sahə boyana bilirsə, baxaq görək 50 boya bizim hansı hissə nə qədər sahəmizə çatar? 50-ni 3,5-ə vururuq, cavab verəcək 175 desimetrin kvadratı. Və baxırıq ki, bizim kartonumuz sahəsi 192-dir. Amma aldığım boya isə 175-lik sahəyə çatır. Təbii ki, bu qədər boya, 175 boya mənim 192 sahəlik ərazimə çata bilməz. Qutumu rəngləməyə çata bilməz. Deməli, burada xeyr. 50 qab boya bəs etməz olacaqdı bizim cavabımız. Gələk baxaq 61-ci suala. Üçbucaqlarla bağlı bir sualdır. Deməli, bizə ABC, NMK üçbucaqlarının bir-birinə konqruentliyini verir. Uşaqlar, konqruentlik üst-üstə düşmək deməkdir. A, B, C, N, M, K. Deməli, A bucağı 60 dərəcədir, B bucağı 55 dərəcədir. Əgər A 60-dırsa, onda N də 60-dır. Axı, bunlar üst-üstə düşürlər. B 55-dirsə, onda M də 55-dir. Və üçüncü bucağı tapmaq üçün biz 60 ilə 55-i toplayırıq. Cavabımız 115. Üçbucağın daxili bucaqlarının cəmi 180 olmalıdır deyə 180-dən 115-i çıxırıq. Burada isə cavab olacaq 65. Yazdıq bura 65 dərəcə. Baxaq görə bizdən nəyi soruşur? NMK üçbucağında üçbucağın böyük bucağını soruşur. 55, 60, 65. Təbii ki, bizdən böyük bucaq soruşursa cavabımız olacaq 65, yəni B variantı.